Salam dostlar, mən bu gün sizlərə necə flash karta 8 GB flash karta necə Windows yükləmək olar onu öyrədəcəm və necə format eləmək olar flash kartı onu öyrədəcəm. Flash kartı taxırıq. 4 GB-lik də ola bilər. Nəysə. Giririk indi. Səsini aşağı indi. Ben ilk defa da Windows yüklemiştim bakın. Ve bunu Uralı ISO ile düzeldirəm. Ultralı ISO. Yani bunun bunu ben size açıklamada atacağım. Hardan necə yükləmək olar internetten onu atacağım. İlk önce bunu sol düyməni basırıq. Sol düymədə aşağıda WinRAR'ın tam aşağısında format var. Oranı basırıq. Bastıq. İndi bu deyir ki Windows yükləmək istəyirsinizsə əgər interface koyun. Windows yükləmək istəyirsinizsə interface koyun. Amma şəkil zət yükləmək istəyirsinizsə FAT koya bilərsiniz. FAT 32. Amma mütləq interface koyulur. Format eləyəndə, yəni Windows yazanda. Burada deyir flash kartın adını. Nəysə, elə burada qalsın. OK basırıq. Yalnız bu kuş, bu ikincidə kuş açıqdır. Kuş açıq olmasa biraz gec format eləyir. Açır. Elədi. Çox tez format eləyir, yəni. Mən qabaqcadan yüklədiyim Windowslar var. Baxın. Mən indi flash kartın içinə Windows Ultimate Elite yazmaq istəyirəm. Açaq. Yox, bu deyil. Bu olacaq. Yox, Ultimate bu. Bunu açaq. Üstə 2 dəfə basıb aça bilərsiniz. Axırıncı, 4-cü yəni. Və burada 3-cüdə yuxarıda Zapsat Oraz disk yazılıb. Onun üstə bir dəfə vururuq. Dahi basırıq. Aha. Zapsat basırıq. Və dolur içinə. Dolur. Bu dolduqdan sonra kompüter keçirirsiniz və bir də yandıranda əgər Windows yazdırmaq istəyirsinizsə çoxlu F8-i basın. Yalnız böyük kompüterlərdə var bu stol üstüdə. F8-i çoxlu basın. Orada USB var. HDD USB. Oraya girin. Klavyelə necə oyun oynayırsınız elə girin. Açacaq bu. Mən bir sürə videoya yerləşdirəcəm. Dolsun deyə. Hələlik salamat qalın. Və gördüyünüz kimi mənimki yüklədi. Baxın. Mənimki yükləndi. Neyse, salamat qalın, abunə olmayı unutmayın. Əgər abunə olsanız kanala çoxlu videolar gələcək. Qabaqçı videomda 3 abunəm var idi. Elə ona görə qoydum çox video. Yəni dedim abunə atırlar. Mən də qoydum. Neyse, salamat qalın.